Göylərdə və yerdə möminlər üçün dəlillər vardır. Sizin yaradılışınızda və Allahın yer üzünə yaydığı canlılarda qəti iman gətirmiş insanlar üçün neçə dəlillər vardır. Gecə və gündüzün bir-birini əvəz etməsində, Allahın göydən yağmur endirib onun vasitəsilə yeri ölümündən sonra diriltməsində və küləkləri istədiyi səmtə yönətməsində düşüncəli insanlar üçün də dəlillər vardır. Bunlar Allahın yaratdıqlarıdır. İndi siz mənə göstərin görüm, ondan başqaları nə yaradıblar? Xeyr, zalimlar açıq aydın azğınlıq içindədirlər.